Tərəzini sıfırlayandan sonra başlayırıq çiyələklərin bu hissəsini kəsib atmağa. Kəsib atandan sonra yuyacaq. Necə unutmuşam? Eləmirəm də. Bu arada bunu sodalı suda saxlamağa ehtiyac yoxdur. Hazır eləyəndən sonra şəkərdə hardasa 2-3 saat saxlayacağım. Yəni bunlar təmizlənəndən sonra. Suyu çıxacaq, heç su da əlavə eləməyəcəm. Suyu çıxacaq. Daha sonra bir çubuğumu qaynadacağım, bəstə eləyəcəm. Siz ay Allah, necə etməməsi xarab olub. İnanırsınız, belə qoyacağım, nə olasıdır ki. Neçə dənəsi xarab olub, hayf olub. Bir kilogram çiyələk oldu. İndi bunu suda yuyacağım. Qəşəng. Daha sonra şəkər tozunu əlavə eləyəndən sonra gözləyəcəm ki, çiyələyin öz suyu çıxsın. Heç bir sudan istifadə eləməyəcəm, su əlavə etməyəcəm. Təxmini çiyələyin öz suyunun da çıxmağı 1-2 saat çəkəcək. 1-2 saatdan sonra 1-2 dəfə qaynadacağım və hazırda mənə görə ən asan mürəbbədir bu. Ən gür xodda başlayıram bişirməyə. Bir qaşıq limon duzu əlavə eləyirəm. Yenə bir qaşıq limon duzunu əlavə eləyəndən sonra limon duzu rəngini gözəlləşdirir. Atan kimi baxın, rəngində dəyişikliklər olur. Həqiqətən atan kimi həm paylaşmağa qoymayacaq, həm də rəngini gözəl eləyir, parlaq eləyir. Gür xodda bunu təxmini yarım saat qaynatdıq.